Salam dostlar, bugünkü dərsimiz yenə Git bunda olacaq. Proyekti artıq açmışam, siz də açın və baxaq biz keçən dərsdə nə etdik sizlə. Deməli biz inputlara 2 dənə tag əlavə eləmişik, label. Bəli, və outputda da bir dənə tag. Və sonra biz səhv etməmsə function block 6-da işləyirdik. Bu qədər açıldı. Burada bir dənə biz eləməliyik, birləşdirməliyik bu sxemləri. Onun üçün nə edirik? Mən biraz aşağı salaq bunu belə. Sağ düyməni basırıq. Insert, wiring, bir klik bura, 2 bura. Və yenə də bir klik bura. Və ikisini bura. Və yenə birini bura. İkisini bura. Deməli, bununla birləşdirməliyik, birləşdirməliyik. Insert, wiring. Və burayla buranın. Tamam, bu hazırdır dostlar. Gəlin buranı set edəyək. Yəni, bizim set. Enter və save edəyək. Bəli dostlar, heç bir errorumuz yoxdur. Yəni davam edək və simulyasiyaya start verək. This function. Dostlar, deməli biz burada indi nə əlavə eləməliyik? Əlavə eləməliyik transfer funksiyası deyirlər buna. Azərbaycan dilində ötürmə funksiyası olacaq və bunun içində pitləri oxuyanda orada görərsiniz gain var, bias var və lag var. Əsas bunların parametrləri. Bir də delay var. İndi qoy simulator start olsun. Mən sizə göstərəcəm onu hardan əlavə edirik. Bəli, deməli dostlar, bu düyməyə basırsınız. Və bunu böyüdək. Burada deməli bizə nə lazımdır? Bizə lazımdır nə? Yox. Deməli bizdə burada nə var? Yoxmuş. Deməli biz yazırıq hansı terminaldan gələcək bizə? Bizdə bir terminalımız yox orada yardımcı olsa. Deməli gələcək. Mail W daha doğrusu gedəcək bizdə deməli flow process və bunun wiring type-ın eləyəcəyinə bizdə deməli analog signallardır hər ikisi. Bu qalacaq analogda birini qoyaq. Bias'ı saxlayaq 0-da. Və burada bizə lazım olacaq delay də qalsın 0-da. Və lag da qalsın 0-da. Və eyni cür bizdə olacaq level process. Bu da gələcək. W. Bu da bizdə olacaq. Analog qalacaq və burada da
Yani bizde satıyoruz. Bir asıl satıyoruz. Round 0. Bu 0. Bir aslan qeyri-yəni ki, sizə tanışdır. Tanış deyilsə belə düzgün izah edeyim sizə onu. Düzdür, avtomatikada çox istifadə olunur və cihazları sazlayanda, amma daha çox elektronik olsun lazım olur. Daha çox olan rastlaşmışam mən şeyləri keçəndə, tranzistorları keçəndə, tranzistorların gücləndirilməsini keçəndə, məsələn, qeyri elektronik kabinada sizdə bir siqnal var, belədir, bunun giriş hissəsi, input və outputda siz onun amplitudasını qaldırırsınız. Eyni siqnal olur, sadəcə amplitudası qalxır. Belə yaxşı çəkə bilmirəm, amma çalışıram çəkəm. BIOS isə nədir? BIOS məsəl üçün siz hansısa bir tranzistoru üstələyən amplifier rejimində işlədəndə sizdə onun baza emitter, baza kollektor çıxışını açıq saxlamaq lazım olanda siz ona verilən voltu yaxud da currentı, amperajı qaldırırsınız və onu müəyyən səviyyədə saxlayırsınız ki, tranzistor yarım açıq vəziyyətdə qalsın. Ben məsəl üçün bunları göstərə bilərəm. 1, 2, bizim artıq amplitudamız, siqnalımız daha doğrusu belə gəlməyəcək. Belə bizə siqnal heç nə verməyəcək. Çünki tranzistor onda key rejimində işləyəcək, açar rejimində. Bizə lazımdır ki, o üsleniyada işləsin. Üsleniyada işləmək üçün, yəni amplifier gücləndirici rejimdə işləmək üçün bizə lazımdır ki, biz onu biraz qaldıraq. Giriş siqnal və belə gələcək. Yəni buradan başlayacaq. Belə dostlar, bilməm, izah edə bildim sizə yoxsa yox. Və lag nədir? Lag delay, yəni bilirsiniz nədir? Delay izah eləməyəm. Delay siqnal verdiniz, məsəl üçün 10 volt verdiniz, orada gözləmə müddətini seçirsiniz. Məsəl üçün 10 saniyədən sonra açılsın. Delay isə bizə çıxış siqnalının xamarlığıdır. Desəm daha düzgün olar. Məsəl üçün siz elə bilərsiniz ki, çıxış siqnalı sizdə artsın belə, bir funksiya üzrə bir bərabərdir. X məsəl üçün. Yaxud da elə bilərsiniz ki, sizdə siqnal məsəl çıxdı, birbaşa belə qalsın. Bu da lardır. Belə dostlar, yəni ki, özünüz də bilirsiniz, ya oxumuşsunuz, sadəcə istədim sizdən də paylaşım edeyim. Tak, bunu qutarandan sonra dostlar, biz keçməliyik nəyə? Biz bunu seyr eləməliyik. Bunu seyr eləmək üçün, yəni bunu basaq. Yox. Gəl belə wire 1'in üstünə save edeyim. Wire 1 burada var idi. Save. Yes. Və basaq düyməni wiring operation. Və bəli, bu onlara fikir verin. Kimdə gəlmədirsə, deməli save'i dəyişsin ya wire 1. Ya yoxdursa onu da ümumiyyətlə wiring wire'ları dəyişsin. Bizdə bir dənə də error çıxdı burada, dostlar, gəlin burada qaydaq birazdan. Yox. Bir dənə error çıxdı. Mən W yazmışam. Bir dəqiqə dostlar, qol açın. Wire 1'i W başımız var siqnallara. Bundan çıxdı bu. Aha, completed. Download. Yoxlayaq. Tamam, 10 oldu. Problem yoxdur. Hər bir şey işləyir. İndi isə bunu minimize edək. Minimize edək və gələk bizim sistemə. Çap plantı. Plantdan seçir. 6. Burada dostlar oynama yoxdur, fikir versəniz. Biz birinci keçməliyik, deməli FC-ni kaskad moduna. Niyə kaskad moduna? Çünki bizdə əsas idarə etmə bu olacaq, yəni main bu olacaq, bu da secondary olacaq. Bunun siqnalı ilə bizim flow control idarə olunacaq. Açaq bunun panelin faceplate. Buradan da keçirə bilirik, yadınızdadırsa, burada itemda modda kassörün yazıb keçirə bilirik, yaxud da dostlar buradan keçirə bilirik.
Bu onun kaskad modudur. Bunu basanda artıq kaskada keçəcək və bura yazır test. Və artıq biz keçəndən sonra siqnalın oynanmağını görəcəyik. Başladı mı siqnal oynamağa? Bəli, siqnal artıq oynamağa başladı. Fikir versəz oynayır burada və gəlin siqnalı stabilləşdirmək üçün keçirdək LC-ni, keçirdək avtomata. Elə eləsək, baxaq görək nə baş verəcək. Faceplate, manual, da, test. Yox, gəlmədən keçirək bunu. Keçirək bunu, deməli, mod, hop, out, böyle yapmayacak. Mat, input, test. Tamam, avtomat moduna keçəndən sonra stabilləşmə getdik. Bilirsiniz. Gəlin bir də sizinlə dostlar, gəlin biz deməli FC ilə LC-nin integrallarında oynadaq. Baxaq görək bizdə nə baş verəcək. İntegral oynatmaq üçün gəlirik bura və burada itemda seçək. Bir burada. Qoyaq 5 saniyə. Bu 5 saniyələrlə ölçülür. Tamam. Tıklasın. Baxaq. Böyle işler baş verdi. Yox. Heç nə baş vermir. Yəni gəlin burada da tıklayaq. Yani 4-5 bölüyək, enter. Tam yenə oynama yoxdur. Stabilləşib artıq bizim filimiz. Və gəlin bir də yoxlamaq üçün, məsəl üçün LPV-ni qaldıraq, eləyək faizini qaldıraq. Baxaq, neçə faiz qoya bilirik. Dostlar, onun üçün deməli gələk bura, faceplate. Faceplate'dən seçək SV-ni. SV-ni eləyək, məsəl üçün budur. Dəyişəcək. 10 koyduk. 15 olmadı. Yok değişti ya. Dostlar getdi dəyişməyə. Qalan parametrləri özünüz artıq test edə bilərsiniz. İstəsəz təbii ki. İstəməsəz ikinci dərsdə biz artıq bunun kalibrasiya modunu göstərəcəyik. Dostlar, gəlin bir dənə də dərs qurtarmamış yoxdur. Baxaq görək bizdə bu tuningdə nə göstərəcək. Biraz balacalaşdırım. Tamam, böyle biraz bir döndü. Çekeye bura, burada seçebiliriz faceplate'i. Böyle boyat ve bir tane de tümünü seçer. Bakalım bir de diyagram değil, bir başa yoksa yok. Tamam, burada artık signal bizde görsənin stabilləşib. Gəlin bunu eləyək, məsəl üçün indi 80 eləyək, baxaq nə dəyişikdir. Dostlar, burada artıq bizim iştabımız gəldi və baxaq görək ki, buna nə tər reaksiya verir. Qaldırır HTTP kimi. Qaldırır. Görürsünüz, biz lagı az qoymuşuq. Signal görürsünüz, nə tər xamar gedir, xamar qalxmayıb. HTTP kimi qalxıb, yanmalıdır. Bəli dostlar, gələn parametrlər, qalan parametrləri özünüz artıq test edə bilərsiniz. Çox sağ olun, yenə təşəkkür edirəm hamınıza. Növbəti dərsdə dediyim kimi biz artıq kalibrasiya test edəcəyik. Çox sağ olun, təşəkkür edirəm.